Komanda TV hər zaman olduğu kimi, bu dəfə qalib ordu sıralarında xidmət aparan hərbiçilərimizin yanında oldu. Bu dəfəki çəkilişimiz Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların en saylı hərbi hissəsində oldu. Hər zaman olduğu kimi, öz nizam intizamı və səliqə səhmanı ilə seçilən daxili qoşunlar günün nizam planına uyğun olaraq hərəkət edirlər. İlk növbədə hərbi hissədə əskərlərin nümunəvi davranışları və hazırlıqlarının şahidi olduq. Bu da burada xidmət aparan zabit heyətinin onlara qarşı olan diqqəti sayəsindədir. Daxili Qoşunlar xidmətində fəxr Təlimatçılarımız var ki, orada onları tam öyrədirlər, tam qayda salırlar. Bu da bizlər üçün yəni qürur vericidir ki, baxırsan ki, bütün məşğələlərdə hər kəs əzmlə, mətinlə iştirak edirlər. Komando! Biz canımız bağışla, canımız bağışla. Her zaman vatanı müdafiyesine kalmağa hazır! Sən ey ordumun mərd əskərləri, döyüş cəbhələrdə çəkilmə geri. Məğlubdur düşmənin, sınıbdır beli. İrəli, irəli, yalnız irəli, Azərbaycan əskəri. 100 ölər, 1000 dirilərik savaşda. Fərq etməz döyüşdə, ya da barışda. Torpağından verməm bircə qarış da. Kabusuna çevrilərik, bunu bil. Harayı ilə dizlərini əstirən, qoşun qoşun, əskərlərin var qarşında. Nəyə ümid bəsləyirsən ey düşmən? Sonun çatıb, sən özün də bilirsən. Xoş gördük əziz izləyicilər. Komanda TV efirdədir. Bugün biz Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların en saylı hərbi hissəsindəyik. Xüsusi təyinatlı dəstə hər zaman olduğu kimi daim öz fiziki və taktiki hazırlıqlarını qoruyub saxlayırlar və onlara verilən tapşırıqları yerinə yetirməyə hazırdılar. Hər an qarşıya çıxacaq bir hadisə olarsa, Daxili Qoşunların xüsusi təyinatlı dəstəsi bu tapşırıqları yerinə yetirməyə hazır və qadirdirlər. Şerefimiz bayrak, gücümüz halkdır. Əziz əskər anaları, biz Komanda TV olaraq hər zaman əskərlərimizə yaradılan şəraiti sizə çəkib göstəririk ki, siz də rahat olasınız. Övladlarınız tam yaxşı şəraitdə xidmət aparır. Dövlətimiz tərəfindən hər bir şeylə təmin olunan əskərlərimiz qalib ordu sıralarında böyük ruh yüksəkliyi ilə xidmət aparırlar. Çəkilişimiz əskərlərimizin asudə vaxtına təsadüf etdi. Komanda TV davam eləyir. Hal-hazırda əskərlərin asudə vaxtına təsadüf etmişik və əskərlərimizi yaxından tanıyacağıq. Əziz əskər anaları, ekrana yaxın əyləşin. Sizin övladlarınız da buradadır. Onların necə xidmət aparmağı barədə sizə məlumat verəcəyik. Xoş gördük. Savaş Namazov, Namazov, neçə aydır xidmət edirsən? 15 ay. Ay maşallah, artıq sən xidməti geridə qoyumsan. İstərdik bax ilk növbədə sənin dilindən eşidək, bizə gənclər baxır. 15 ay xidmət etmiş bir əskər kimi əskərlik xidmətinə hazırlaşan gənclərə nə söyləmək istəyirsən? Qalib olur ısrarla xidmət edirəm. Hər bir gəncə demək istəyirəm ki, gəlib xidmətini eləsin. Komandiyyətdə bizə qardaş kimidirlər hamısı. Var ol, sizi tanıyaq. Mən Askər Tumaslı. Tumaslı, siz neçə aydır xidmət edirsiniz? Artıq bir ildir Daxili Qoşunların sırasında xidmət edirəm.
Var ol. Bax bu bir il xidmət etdiyin müddət ərzində özündə hansı dəyişikliklər hiss eləmisən? Bir il ərzində daxili qoşunların sırasında vətənimizə, dövlətimizə xidmətimlə fəxr edirəm və özümə yeni dostlar, qardaşlar qazanmışam. Mən də hər bir Azərbaycan əsgəri kimi qalib ordunun əsgəri olaraq dövlətimizə xidmətimlə fəxr edirəm və qürur duyuram. Var ol, biz də səndən qürur duyuruq. Bax, bizim Komanda TV vasitəsilə sənin yaxınların, səni tanıyanlar baxır. Onlar da səninlə qürur duyur. Onlara nə ürək sözün varsa buyur söylə. Buradan ailəmə, yaxınlarıma, bütün Azərbaycan xalqına salamlarımı göndərirəm. Hər şey qaydasındadır, narahatçılığa ehtiyac yoxdur. Bütün gənclərimizə də öz şərəfli borcunu yerinə yetirməyi tövsiyə edirəm. Var ol, sənə uğurlu xidmət arzu edirik. Sizi tanıyaq. Əskər Bünyatov. Bünyatov, sən neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Və bu 2 ay xidmət ərzində özündə hansı dəyişikliklər hiss etdin? Özümdə yeni dostlar qazandım, bura gəldim. Komandir heyəti yaxşıdır, şükürlər olsun. Daxili qoşunlarında sıralarında fəxr edirəm burada xidmət eləməklə. Var ol, biz də səninlə fəxr edirik. Bax, Komanda TV vasitəsilə sənin valideynlərin izləyir. 2 ayda onlar səni görmürlər. İstəyərdik sən ora baxaraq öz ürək sözlərini valideynlərinə söyləyəsən. Heç nədən narahat olmasınlar, darıxmasınlar. Şükür Allaha, yaxşıdır hər şey. Var ol, sənə xidmətində uğurlar. Tez bir zamanda xidmətini başa vurub geri dönəsən. Sizi tanıyaq. Əskər Məmmədli. Məmmədli, siz neçə aydır xidmətdəsiz? 1 ildir. 1 ildir. Bu 1 il ərzində daxili qoşunlarda xidmət edirsən də. Hansı dəyişikliklər oldu səndə? Ümumiyyətlə daxili qoşunlarda xidmət eləmək sənə nə deməkdir? Dözüm, iradə Təlimləriniz necə keçir? çox yaxşı. Sənin də valideynlərin baxır Komanda TV vasitəsilə. Nə ürək sözün varsa ora baxaraq söyləyə bilərsən. Evdəkilər hamısı salamlarımı diləyirəm. Sağ-salamatlıqdır, heç bir narahat olmasınlar. Sizi tanıyaq. Əskər Nurəliyev, Nurəliyev, sən neçə aydır xidmət edirsən? 12 ay. Ay maşallah. Necədir 12 ay ərzində öyrəşmisən artıq? Şükür Allaha, hər şey qaydasındadır. Komandir heyəti, mövcud şərait, hər türlü şərait yaradılıb bizə, sağ olsunlar. Qalib ordu sıralarında, daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Hər şey qaydasındadır. Komandir heyəti də bizə çox yaxşı münasibət göstərir. Hamısından Allah razı olsun. Var ol. Ailədə neçə nəfərsiniz? Ailədə 5 nəfər. 5 nəfər. Ən çox kim üçün darıxmısan? Belə fərq qoymaq istəmirəm, amma balaca bacım üçün darıxmışam. Bax, balaca bacın buradan sənə baxır. Sənin ailən baxır sənə. Amma ürək sözü, bax şans yaratmışıq. Buyur söylə. Anama, atama, bacılarıma, yaxınlarıma, dostlarıma, hər kəsə salamlarımı çatdırıram. Narahat olmasınlar, darıxmasınlar, az bir müddət qalıb inşallah sağ-salamatlıqla qovuşacağıq, qayıdacağam evə. Var ol, sən yaxşı əskərsən. Ümumiyyətlə bütün bizim əskərlər yaxşıdır. İstəyərdim sənə bir şans yaradım. Zəng eləyək, balaca bacından danış. Əskərimizə şans yaradırıq. Balaca bacısından danışsın, canlı Komanda TV-də. Zəng edirik. Ananın nömrəsidir. Bəli. Birinci ananla danış, sonra balaca bacı ilə danışarsan. Harda ola bilər deyirsən? Alo, salam ana, necəsən? Salam verəm, sağ ol, sən necəsən? Sağ ol, yaxşı olasan. Keyfin əhvalı necədir? Şükür Allaha verəm, sağlıqdır, sağ ol. Hal-hazırda Komanda TV verilişində çəkilişdəsiz anam. Əskərimizə şans yaratdıq. Anasıyla telefon vasitəsilə danışır. Dedik ən çox kim üçün darıxmısan? Dedi hər bir kəs üçün darıxmışam, amma bacı üçün çox darıxmışam. Ahu hardadır ana? Ahu, Bəli, bəli. evdədir, mən məktəbdəyəm. Dərsdədir Evə deyə. yığarıq. Evdə kimsə var? Evdə hal-hazırda telefon işlədən yoxdur ona görə. Sağ ol ana, var ol. Salam. Salam da de evdəkilərə. Sağ ol. Sağ ol. Məndən də yaxşı. Yaxınlaşırıq növbəti əskərimizə. Xoş gördük. Əskər İsmailov. İsmailov neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Darıxmısan ev üçün. Belə də çox Öyrəşə bildin bura. Bəli, öyrəşə bildim. Necədir ümumiyyətlə özünə dost qardaş qazanmısan? Bəli, çoxlu dost qazanmışam. Əskər komandir heyəti də yaxşıdır hamısı. Evdəkilər üçün darıxırsan? Bəli. Bax, Komanda TV vasitəsilə sənə baxırlar. Buyur, nə ürək sözün varsa söylə. Buradan anama, atama, dostlarıma, hər kəsə Azərbaycan xalqına salam deyirəm. Var ol, sənə xidmətində uğurlar. Sizi tanıyaq. Əskər Hamzadır. Hamza desəm neçə aydır? 2 ay. 2 ay. Sən də darıxmısan yəqin. Bəli. Bax, valideynlərin baxır, sən də salamlarını söyləyə bilərsən. Mən də salam deyirəm. Hər şey yaxşıdır, narahat olmasınlar. Ümumiyyətlə, bu 2 ayda da yeməklər, qalmaq, necədir burada? Öyrəşmisən yoxsa? Bəli, öyrəşmişəm, hər şey yaxşıdır. Yeməklər dadlıdır. Bəli. Sənin xidmətində uğurlar, yaxınlaşaq növbəti hərbi qulluqçumuza. Xoş gördük. Əskər Əliyev. Əliyev neçə aydır xidmət edirsən? 9 ayda xidmət edirəm.
Bax 9 ay xidmət edirsən. 9 ay xidmət etdiyin dövr ərzində özündə hansı dəyişikliklər olub? Özümdə bir çox dəyişikliklər görmüşəm. Məsələn, çətinliklərə qarşı dözümüm artıb, yeni dostlar qazanmışam. Daha sonra hərbi xidmətin bir çox incəliklərinə yiyələnmişəm. Komandir heyətimiz sağ olsun, çox bilikli, təcrübəli komandir heyətimiz var. Bizə hərbi xidmətin bütün incəliklərini öyrədirlər. Və son olaraq demək istəyirəm ki, daxili qoşunlarda, xüsusən də bu hərbi hissədə xidmətimlə fəxr edirəm. Var ol, sən də yəqin ki, evdəkilər üçün darıxmısan. Bizim komanda TV vasitəsilə bu ürək sözləri söylə. İlk öncə ailəmə salam deyirəm və demək istəyirəm ki, hər bir şey çox yaxşıdır. İnşallah qısa bir zamanda mən də hərbi xidməti bitirib evə gələcəm. Var ol, sənə xidmətində uğurlar. Sizi tanıyaq. Əskər Həsənli. Həsənli, sən neçə aydır xidmət edirsən? 2 aydır. 2 aydır. Öyrəşə bilmirsən? Bəli, təbii ki. İlk gələndə özündə hansı çətinliyi hiss elədin? İlk gəldiyim vaxtlar biraz çətinlik çəkirdim. Əskər həyatına öyrəşmək biraz zaman aldı, amma artıq 2 aydır ki, gəldiyimə baxmayaraq özümdə şəxsi disiplin formalaşdırmışam və hərbi həyatına öyrəşmişəm. Bu istər gələcək həyatım, istər hərbi həyatım üçün çox gözəldir. Var ol. Bax gələndə ilk dəfə hansı qardaşlıq münasibəti hiss elədin? Komandirlər sənə necə yanaşdılar? O barədə zəhmət olmasa. Bəli, ilk öncə bizi komandirlər qarşıladı və bizə qardaşlıq münasibəti göstərərək sanki bir ailə olduq. Daha sonra növbəti gələn yoldaşlarla mehribanlaşaraq bir bölük formalaşdırdıq, bir kiçik ailə formalaşdırdıq. Səni də tanıyaq. Əskər İsayev. İsayev, neçə aydır xidmət edirsən? 12 ay. Bax, sənin də valideynlərin izləyir. Buyur, ürək sözlərimi söylə. Buradan valideynlərimi salamlayıram, bütün Azərbaycan xalqını salamlayıram. Fəxr edirəm ki, daxili qoşunda xidmət edirəm. Sənə də xidmətində uğurlar. Bax belə, əziz tamaşaçılar, gördüyünüz kimi daxili qoşunlarda xidmət edən əskərlərin hər biri qürurlu övladlarımızdır. Onlar qalib ordu sırasında xidmət edirlər və gördüyünüz kimi asudə vaxtlarında qısa da olsa istədik ki, onları sizlə danışdıraq, onlar öz salamlarını sizlərə yollasınlar və biz hər zaman çəkiliş elədiyimiz hərbi hissələrdə şahid oluruq ki, artıq qalib ordu sıralarında xidmət edən əskərlərdə böyük ruh yüksəkliyi var və komandir heyətinin onlara qarşı olan münasibətləri çox yaxşıdır və buradan gənclərə söyləmək istəyirəm ki, siz də əskərlik xidmətinə gələn zaman siz üçün çətinlik olmayacaq, darıxmayacaqsınız. Siz artıq qalib ordu sıralarında xidmətə qatılacaqsınız. Hər birinizə gələcək həyatınızda uğurlar arzu edirəm. Gözünüz Komanda TV-də olsun, davam edirik. Əskərlərimizin yataqxanasına da baş çəkdik. Hal-hazırda daxil oluruq əskər yataqxanasına. Əziz analar, gördüyünüz bu yataqxanada sizin övladlarınız yatır və istəyərdik ki, siz öz gözlərinizlə, Komanda TV vasitəsilə tanış olasınız ki, sizin övladlarınız hansı şəraitdə yatır, onların yataq yeri necədir, buranın havası necədir. Açığı deyim ki, kazarmada olan hava çox yaxşıdır. Çöldə hava isti olduğu üçün kondisionerlər qoşulub və burada əskərlərimiz var. Yaxınlaşıb əskərin dilindən soruşacağıq ki, onların yataq şəraiti necədir. Xoş gördük. Xoş gördük. Həsən, neçə aydır xidmət edirsən? 2 aydır xidmət. Əskərimiz 2 aydır xidmət edir. İstəyərdik sənin dilindən eşitək. Bax, əskər yataqxanasında burada vəziyyət hansı şəraitdədir? Vəziyyət çox qəşəngdir. İstəyərdik əskər dolabına da baxaq. Bildiyiniz kimi dövlətimiz tərəfindən əskərlərimizin bütün hər bir şeylə təmin olunur və onların bu saat hal-hazırda şahid oluruq. Onların gigiyenasının təmiz olması üçün burada onların üz qırxanıdır, diş pastasıdır. Burada hər bir şey təmin olunub. Bu dövlətimiz tərəfindən əskərlərimizə təmin edilir və nə çatışmamazlığımız var əskər? Əskərimiz gənc əskərdir, 2 aydır xidmət edir, amma inanıram ki, qalib ordunda xidmət edən əskərlərimizin hər biri bizim mərd əskərlərimizdir və dövlətimiz tərəfindən onlar üçün hər bir şərait yaradılmışdır. Çünki Azərbaycan ordusu günü-gündən inkişaf edir. Biz Komanda TV olaraq daim çəkib göstərməkdə məqsədimiz də odur ki, əziz əskər anaları, əziz valideynlər, siz də rahat olasınız ki, sizin övladlarınız üçün hər bir şərait yaradılıb. Növbəti əskərimizə yaxınlaşaq. Əskər, zəhmət olmasa buyur bura. Xoş gördük. Xoş gördük. Əskər Əliyev. Əliyev, neçə aydır xidmət edirsən? 9 aydır xidmət edirəm. Daxili qoşuna xidmətimlə fəxr edirəm. Axşam bu kazarmada yatır bütün əskər. Bəli, hamımız burada yatırıq. Səs-küy salırsınız? Xeyr, hər şeyin olmasında hər şey qəşəng. Bax belə, əziz analar, əskər yataqxanasından təqdimatımızı etdik. Gördüyünüz kimi əskərlərimiz səliqəli, təmiz yataqlarda yatırlar və yataq yeri yumuşaqdır.
Bax, əlimlə də göstərirəm. İsti hava şəraiti olduğuna görə kondisionerlər işləyir, televizorları var. Yəni havanı buradan sizə çatdıra bilmirəm, amma çox təmizdir. Bir dənə də qoxu deyilən bir şey yoxdur və döşək yağları daim mülkidən gələn xanımlar tərəfindən camaşırxanada yuyulur, ütülənir və əsgərlərimizə təqdim olunur. Gözünüz Komanda TV-də olsun, əsgərlərin yeməkxanasını çəkəcəyik. Əskər analarının ən çox narahat olduğu məqamlardan biri də odur ki, görəsən oğlumun yeməyi necədir? Əziz analar, sizə əskər yeməkxanasını təqdim edirik. Komanda verilişi əskər yeməkxanasından davam edir. Söz verdiyimiz kimi əskərlərin öz dilindən eşidəcəksiniz ki, onların yeməkləri necədir. Xoş gördük, nuş olsun. Necədir yeməklər? Yeməklərin dadı əla. Sizə nuş olsun ilk növbədə. Ümumiyyətlə yeməklər həmişə belə dadlı mı olur? Bəli, həmişə belə dadlı olur. Neçə aydır xidmət edirsən? 11 aydır. Yaxınlaşırıq digər əskərimizə. Xoş gördük. Çox sağ olun, Əsgər Həsənli. Həsənli, necədir? Doyumludur yeməklər? Bəli, əlbəttə, çox qəşəng yeməklərimiz var. Bugünkü menyuda nə var, sadala? Bugün plov, ət və supdur. Demək olar ki, yeməyimiz hər zaman belə doyumlu yeməklər olur. Daha çox ət məhsullarından istifadə olunur. Bu da əsgərlərin daha belə dözümlü və qüvvətli olması üçün başlıca amildir. Sizə nuş olsun, yeməyinizdən eləməyək. Necədir yeməklər, doyumludurmu, dadlıdırmı? Dadlıdır, dadlıdır. Həmişə belə olur? Həmişə. Dünən nə yemisiniz? Dünən valla tam yadıma gəlmir, greska olmalıdırsa. Ətinə olub da, greskada. Bir neçə dəqiqədən sonra biz də oturub yeyib, dadını dəqiq edəcəyik. Hələ ki, əskərlərin dilindən sizə çatdırırıq ki, daxili qoşunda xidmət edən əskərlərimizin yemək təminatı necədir? Bax, sənin valideynlərin, sənin yaxınların Komanda TV-ni izləyir. Sən də öz salamları buyurub çatdıra bilərsən. Anama, atama salamlar deyirəm. Sevdiklərim, dostlarıma salamlar deyirəm. Sizi tanıyaq? Əskər Əliyev. Əliyev, necədir yeməklər doyumlu? Çox gözəl, bəli. Sən neçə aydır xidmət? 9 ay. 9 ay. Bax, Komanda TV vasitəsilə sənin də yaxınların, səni tanıyanlar izləyir. Buyurub, nə ürək sözün varsa söyləyə bilər. Ən başda birləşər olmalı. Biz izləyən tamaşaçılar salamlar göndərirəm. Sizi tanıyaq. Sağolmuş Mahmudov. Mahmudov, neçə aydır xidmətdəsən? 9 ay. Sənin də valideynlərin, səni tanıyanlar izləyir. Nə ürək sözün varsa buyur söylə. Buradan məni sevənlərə, valideynlərimə, məni gözləyənlərə hamısına salam göndərirəm. Hər şey yaxşı, hər şey qaydasındadır. Nuş olsun, nuş olsun. Növbəti əskərlərimizə yaxınlaşaq. Nuş olsun. Sağ ol. Acmısan deyəsən. Sənə nuş olsun, yeməyindən eləməyək. Sənin də valideynlərin izləyir səni. Nə salamın varsa buyur söylə. Bütün əzizlərimə, valideynlərimə, dostlarıma hamısı salam göndərirəm buradan. İnşallah hər şey yaxşıdır burada. Yeməklərimiz doyuzdurur. Komandir heyətimiz çox qayğıkeş bizə qarşı. Bax belə əziz əskər anaları, hər zaman siz məndən soruşursunuz ki, biz görəsən övladlarımızın yeməkləri necədir? Yemək rasionu həqiqətənmi biz çəkdiyimiz kimidir? Biz çəkiliş elədiyimiz hər bir hissədə söyləməmişdik ki, məhz yeməkxanada da çəkiliş olacaq. Təsadüf oldu ki, biz gəldik əskər yeməkxanasına və çəkilişimizi burada həmişə olduğu kimi davam etdirdik. Özünüz gözünüzlə şahid olursunuz ki, məhz dövlətimiz tərəfindən əskərlərimizə verilən yeməklər həqiqətən də çox dadlı, yüksək keyfiyyətli. Mülkdən gələn analarımız onlara yemək hazırlayır ki, əskərlərin ürəyincə olsun, sanki onlar öz evlərindəki kimi özlərini hiss eləsinlər və onların hər bir yataq şəraitini söyləyək, təlimatı, dərs, sinif otağı, hər şey yüksək səviyyədədir. Çünki onlar artıq qalib ordu sıralarında xidmət edirlər. Komanda TV olaraq biz də əskər yeməkxanasında əskərin yeməklərindən dadıb bu barədə sizə məlumat verəcəyik və inanıram ki, həqiqətən də dadlıdır. Bunu əskərlərimizin dilindən eşitdik. Bugünkü yemək menyusunda borşdu, meyvə, suyu, salat və ətlə aşqara. Borş çox dadlıdır. Çox dadlıdır. İnandırım sizə. Yəni ət, aşqara gördüyünüz kimi aşqara yəni, təmiz kərə yağında hazırlanır. Yəni elə bil ki, əskər yeməkxanasında deyil, hansısa bir restoranda oturmuşuq, aş yeyirik.
Gəldik çıxdıq verilişimizin ən maraqlı hissəsinə. Hər zaman olduğu kimi öz nizam-intizam və xidməti ilə seçilən bir əsgəri komandiri tərəfindən mükafat məzuniyyəti verildi. Bizim üzərimizə isə yaşadığı ünvana çatdırmaq missiyası düşdü. Gəldik çıxdıq komandonun ən maraqlı hissəsinə, əsgər ana görüşünə. Əskərimizi gətirmişik, əsgər maşındadır. Əskərin dediyinə görə əskərin evi sağdan 3-cü qapıdır. Biz yolda əskərimizdən xahiş elədik ki, valideyni ilə əlaqə saxlasın. Desin ki, məhz ATV kanalı gəlib sizdən müsahibə götürəcək. Mən yaxşı xidmət elədiyimə görə, mən hərbi hissədə yer tutmuşam, amma əskərin evə gəlməyi barədə valideynlərinin xəbəri yoxdur. Gəldik, çatdıq əskərimizin yaşadığı ünvana. Əskərimizin atasıdır, nənəsidir və anasıdır. Əskərimiz yaxşı xidmət edir və biz də komanda aktivi olaraq sizinlə əlaqə saxladı əskərimiz. Yəni, yaxşı xidmət edən əskərin valideynlərindən müsahibə götürürük. İlk öncə anasını tanıyaq, xoş gördük. Xoş gəlmişsiniz. Əskərimiz yarışda yer tutub, yaxşı çəkinir, fiziki hazırlığı yüksək səviyyədədir. Neçə aydır əskərlik xidmətindədir? 6 ay içində. Darıxırsınız yəni? Atasıyla bir danışaq. Deməli, oğlumuz yaxşı xidmət edir və biz də qürur verici bir andır ki, sizi kimi valideynləri çəkib göstəririk. Ümumiyyətlə, mülkidə necə bir uşaq olub? Yaxşı olub, sağ olun. Yaxşı. Nə işlə məşğul idi? İşləmək. Nənə, siz də darıxmısınız? Hə, necə darıxmamışıq, lap yaxşı darıxmışıq. Nətədir, xoş gəlmişsiniz özünüzdə. Allah onun dişini avand eləsin, salamat gəlsin. Çox sağ olun. İndi zəng eləyəcəyik komandirinə. Anası danışacaq. Biz sizi təbrik edirik ki, sizin bax belə gözəl boya başa çatdırdığınız övladınız var. Yaxın gəlin anam. Komandir, biz əskərin valideynlərinin yanındayıq. Əskər yanınızdadırsa, zəhmət olmasa anasından danışdıraq. Alo. Alo. Sağ ol balam, yaxşıyam, sən nətərsən? Sağ ol, şükür, yaxşılıqdır, sən necəsən? Yaxşılıqdır balam, bizi də yaxşılıqdır, şükür Allaha. Sən nə edirsən, nətərsən? Yaxşı olar, yaxşı. Evdə də atada. Danışın, siz danışın. Anam, deməli, əskərimizi çox istəyirsiniz, yəqin ki, anasısınız. Peki, sözlə ifadə ediləcək qədər. Əskər dedi, yuxuda görüb. Bəli, bəli, bu gecə yuxuda görüb. Çox darıxmışsınız onun üçün. Buyurun, qarşılayın. Gözləyirdiniz ki, əskər gələcək. Xeyr, gözləmirdim. Bilirdiniz ümumiyyətlə. Belə verilişlərdə baxmışdım, görürdüm, verilişlərdə baxırdım. Dedim, ola da bilər, olmaya da bilər, amma dəqiq gələnə qədər yox. Əskər, sən həmişə evində eşiyində, sən inanırdın gələsin. Xeyr. Yaxşı xidmət etdiyinə görə hərbi hissə komandiri tərəfindən əlavə məzuniyyətə buraxılıb. Mən istəyərəm onun sənədlərini sizə verəm. Atasına təhvil verirəm. Əskər sağ-salamat evindədir. Yəni, bildiyiniz kimi biz komanda aktivi olaraq daim seçirik. Yaxşı xidmət edən əskəri, ailəsi yanına gəlib gedə bilməyən əskərləri gətirib ailəsinə qovuşdururuq. Və çox sağ olun ki, belə bir övlad böyüdüb boya başa çatdırmısınız. Bizim də borcumuzdur ki, komanda aktivi olaraq daim sizin kimi ailələri, bax belə mərd xidmət edən əskərləri çəkib xalqa göstərək. Komandativ olaraq daha bir əskəri öz valideyninə qovuşdurduq. Hər bir əskərə öz valideyninə qovuşmaq ümidi ilə hələlik. Sən buyurdun, qürur yeri, sən vətənin qüvvətisən. Əldə silah, keşidəsən, sən vətənin gərəyisən.
Dağlar qədər mətinsən igid əskər. Al silahı qalx ayağa, qalx igid əskər. Vəlvələ sal düşmənə, sən sənə əskər. And içərək bayrağı qaldır səmalara. Zərbə vuraq düşmənə, gülsün vətən əskər. Al silahı qalx ayağa, qalx igid əskər. Vəlvələ sal düşmənə, sən sənə əskər. And içərək bayrağı qaldır səmalara. Zərbə vuraq düşmənə, gülsün vətən əskər. Al silahı qalx ayağa, qalx igid əskər. Vəlvələ sal düşmənə, sən sənə əskər. And içərək bayrağı qaldır səmalara. Zərbə vuraq düşmənə, gülsün vətən əskər.